Buradan bir Miscanlı məktəbinə də dedim, məni cəlb eləyən şeylər var orada. Nədən ki 8 il oxumuşam burada. Allah dünyasını dəyişmiş müəllimlərimizin hamısına rəhmət eləsin. Adlarını çəkməyəcəm çünki səhvə yol verə bilər. Birinin adını çəkərəm, birinin adını çəkmərəm. Ona görə də ad çəkməyəcəm. Bax, bura Miscanlı məktəbidir. Diləli Miscanlı kəndinin məktəbi. Buranın məzunları hər halda görəndə həyəcanlanır, həyəcan keçirərlər. Həyəcanlanmamaq mümkün deyil. ...20 dekabr 2025-ci il doğma Qubadlıda Diləli Miscanlı kəndində Miscanlı kəndinin orta məktəbi, 8 illik məktəbi. Bu qapıdan 8 il keçmişəm mən. Bax, bu qapıdan 8 il keçmişəm. Allah Allah. Sinif otağımız bu istiqamətdə. Bizim sinif bu istiqamətdədir. Uşaqlar, şagirdli sinif yoldaşlarım yaza bilər. Qapıdan girdi. Bizim sinif bax oraydı. Onu da göstərim. Buradan müəllimlərimi salamlayıram. Sağ qalmış müəllimləri. Sizə demişdim, məktəb qapısının giriş qapısından girəndə, sağ tərəfə dönəndə, bura bizim sinifdir. Ən axırıncı sinifdir. Binanın ən axır, divarın, yəni ən sonuncu sinif, koridorun sonundakı sinif bizim sinifdir. Dağılıbdır buralar. Amma bizim sinifin yeri buradır. Sinif yoldaşlarımı yaddaşı olanlar təsdiq edə bilərlər. Mən elə yaddaşlı adam deyiləm. Amma uzaq məsafədə olanları yadımdan xatırlaya bilirəm. Son vaxtları yadıma sala bilmirəm. Nə sirdirsə köhnələri xatırlayıram. Məncə hamı da belədir. Həmişə məktəbin həyət hissəsi bax buraydı. Bu hissədə turnikimiz vardı qabaqda, yola yaxın. Arxa hissədən Dağdağan dəriyə tərəf həmişə can atırdıq. Zəh vurulan kimi can atırdıq Dağdağan dəriyə. Nədənsə o dərə də bizə xoş gəlirdi. Xüsusən Dağdağanın yetişən vaxtında. Allah Allah. Bu nə hisslərdir Allah. Şükür sənin böyüklüyünə. Bura bir sinif pəncərəsidir. Bu otaqlarda, bu siniflərdə müəllimlərimizi çox yormuşuq. Çox şıltaqlıq eləyib, çox incitmişik. Elə bu yerdən həyəcan dolusu müəllimlərimizdən, sağ qalan müəllimlərimizdən bütün sinif uşaqları adından üzr diləyirəm. Bizi bağışlasınlar. Çox istədim ki, sərbəst olum. Ola bilmez. Olması da mümkün değil. Bizim uşaqlığımız bu yerlərdə keçib. Bizim xoşbəxtçiliyimiz də bu yerlərdə keçib. Amma
Hər şeyə rəğmən keçmişinə bu günü də müqayisə eləyəndə bədbinliyə qapılmağa da haqqımız. Nədən ki bu torpaqlar uğrunda çox qardaşlarımız can verdi. Onları nəzərə alsaq, bizim qəm yeməyimizə, bizim vayinəsə eləyib, köks ötürməyə, yaxud itirdiklərimizi, cismani itirdiyimiz günlərə heyfsilənməyə haqqımız yox. Yalnız bu günə şükür eləməliyik və bir də şəhid ruhlarına minnətdar olmalıyıq. Onlara daim onların ruhuna dualar etməliyik. Və buradan da deyirəm ki, gün qurtarmadı, həyat davam edir. Şəhidləri unutmayın. Onların ailələrinə də həssas olun. Özüm şəhid ailəsi olduğum üçün demirəm. Tam səmimi deyirəm. Tam ürəkdən deyirəm, şəhidlərimizi unutmayın. Allah hamısına rəhmət eləsin. Bu yerləri bizə bəxş elədilər. Buradan da Müskanlı cəmaatın təkrar salamlayıram. Bir xeyli su qabı gətirmişəm, buradan su götürəcəm. Amma bu gün deyil, sabah götürəcəm. Çünki sabah qayıdıram. Sağ olun, sağlıqla qalın. Müskanlı cəmaatı.